Çörəkçi işi var yoldaşlar. Bu çörəkçi işi biraz fərqli çörəkçi işidir. Normalda çörəkçi işlərində adətən xanımlar çalışır, amma bu elədir ki, burada kişilər çalışmalıdır. Kişi üçündür bu və iş saatı da fərqlidir. Əslində burada tam olaraq belə deyək də, birmənalı olaraq da deyil. Az öncə bir məqam vurğuladım. Kişilər üçündür bu. Xeyr, tam olaraq da elə deyil. Yəni sadəcə bəy namizədlərə daha üstünlük verirlər. Amma siz elə bir xanım ola bilərsiniz ki, yəni sizə daha belə deyim də, özlərinə uyğun görə bilərlər. Ona görə də cins hissəsini çox da düşünməyin. Nə düşünə bilərsiniz? Düşünməniz gərəkən məqam bundan ibarətdir ki, həmin hazırlanmasında təcrübəniz olmalıdır. Məsuliyyətli və dəqiq işləyən biri olmalısınız. Komandada işləmə bacarığınız olmalıdır. Və iş saatına diqqət edin, biraz fərqlidir iş saatı. Səhər saat 7-dən günorta 2-yə qədərdir. Maaşı da elə də bəziləriniz üçün çox da olmaya bilər, 600 manatdır. Amma belə bir məqam da var yoldaşlar. Ayda bir həftə gecə növbəsi olur. Həmin gecə növbəsi də axşam saat 11-dən səhər 6-ya qədərdir. Həmin vaxtda 10% maaşdan əlavə taksi də qarşılanır. Belə bir iş var, çörəkçi işidir. Bu işə də müraciət etməkdə çətinlik çəkirsinizsə, özəl dəstək vermək olarsa, özəl dəstəklər üçün ümumiyyətlə nəinki bu iş, digər işlərlə də tanış olmaq istəyirsinizsə, bu arada qeyd edim ki, bəzən elə çörəkçi işləri olur ki, 900.000 manat da olur. Mən sadəcə sizə hal-hazırda son çörəkçi işini bildirdim, ən yenisini bildirdim. Ümumiyyətlə, iş tapmanızla bağlı çətinlik çəkirsinizsə, özəl dəstəklər üçün əlaqə vasitəsini yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə, orada kanala daxil olduqdan sonra, Doğru Job adlı kanala daxil olduqdan sonra, orada profilə diqqət eləsəniz, orada əlaqə vasitəsi yazılıb. Həmin əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Sağ olun, salamat qalın, işsiz qalmayın.